mən ailəm dağıldı xəyanətin üstündə. Amma hal-hazırda çox peşmanam. Nə üçün peşmanam? Çünki baxıram ki, yəni 50% şou biznesdə söhbət getmir. Sıravi qızlardan da söhbət gedirlər ki, yoldaşından xəyanət üstündə boşanır, amma gedir kiminsə yoldaşı ilə aşk yaşayır, sevgi yaşayır və düşünürəm ki, mənim o vaxt ağlım olsaydı heç yoldaşımdan ayrılmazdım. Ən azından 10 yoldaşım mən idim. Neynəsə də axşam evə qayıdırdı. Belə pis çıxmasın. Məclisə mənlə gedirdi, toya mənlə gedirdi, xeyrə mənlə gedirdi, şərə mənlə gedirdi. Ən azından quru nəfəsi var. Bəli, Evinə kişi gəlir, kişi gibi. Amma biri var, evli bir kişini sevirsən, ay evinə getdi, söz söhbət görürük də ətrafımızda. Ona görə xəyanətə yox deyirik. Gördüyünüz kimi Müjgan adlı xanım efirdə bildiribdir ki, qadınlar boşanır və özü də boşandığına görə peşman olub, artıq geriyə yol olmadığı üçün bunu təəssüflə vurulur. Həqiqətən acınacaqlı bir durumdur ki, bir çox qadın xəyanətə görə və yaxud da ki, digər problemlərə, ailə problemlərinə və yaxud da ki, bəlkə də öz səhvlərinə görə boşanırlar və müəyyən müddətdən sonra peşman olurlar. Belə ki, onların əksəriyyəti boşandıqdan sonra sevgili axtarırlar, dırnaq arası, yəni pul qarşılığında onları saxlasın deyə dırnaq arası kişilərlə münasibətə girirlər. Artıq bir müddətdən sonra heç kimə lazım olmayanda başa düşürlər ki, ailə nə deməkdir. İstifadə olunduqdan sonra, cinsi istismara məruz qaldıqdan sonra anlayırlar ki, bunların yolu yol deyil. Hətta bir-iki müğənni var, efirlərə çıxır, bir dənə ailəli kişi, imkanlı kişidir. Onun üstündə dalaşırlar. Həqiqətən biabırçılıqdır. Bu sevgi deyil, bu sevgili başqa bir şeydir. Bu əxlaqsızlıqdır. Bu tərbiyəsizlikdir. Bu öz bədənini satmaqdır nəyəsə müqabilində. Əziz xanımlar, ailəli xanımlar, ailələrinizin qədrini bilin. Hər xırda problemdən ötürü və yaxud da ki, qarşısı alınacaq şeylərdən ötürü ailələrinizi dağıtmayın. Və qadınlar görmüşük ki, bilirik ki, qadınlar var ki, ərinin sözünə qulaq asmır, adi bir çay nədi vermir, amma başqa yerdə işləyir, hətta katibə olur və müdürün cinsi istismarına məruz qalır pul qarşılığında və göz yumur, maşın, ev, yəni bunlara satır ailəsini, ərini, namusunu, qeyrətini, şərəfini, övladlarının gələcəyini, o övladlardan da övlad olunur. Ailələrinizi qoruyun, hər xırda problemdən ötürü qaçıb, mediasiya, şikayət edib boşanmayın. Bunun sonrası fəlakətdir, faciədir. Geriyə dönə bilməyəcəyiniz sonluqla qarşılaşırsınız və bu da cəmiyyətimizdə ciddi problemlərə gətirib çıxarır.